Prezident İlham Əliyev İndoneziya Respublikasının prezidenti Prabowo Subiantoya təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: Hörmətli cənab prezident, 17 avqust İndoneziya Respublikasının müstəqillik günü münasibəti ilə sizə və sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Hazırda Azərbaycanla İndoneziya arasında qarşılıqlı maraq doğuran bir sıra sahələr, xüsusilə də iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanlar var. Əminəm ki, Azərbaycan-İndoneziya dostluğu və əməkdaşlığının xalqımızın rifahı naminə möhkəmlənməsinə nail olacaq. Belə bir əlamətdar gündə sizə möhkəm can sağlığı, xoşbəxtlik, ali dövlət fəaliyyətinizdə müvəffəqiyyətlər, dost İndoneziya xalqına daim əminamanlıq və firavanlıq arzulayıram. Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq prezidenti Viktor Yushchenko ilə görüşüb. Bu barədə dövlətimizin başçısının X sosial şəbəkə hesabında bildirilib. Paylaşımda həmçinin qeyd olunub: 20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük. Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq. Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə İrpin şəhərinin fəxri vətəndaşı vəsiqəsi təqdim edildi. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair birinci dövlət proqramına əsasən Xocavənd rayonunun Güney Xırman və Quzey Xırman kəndlərinə növbəti köç prosesi həyata keçirilib. Səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çataraq evlərinin açarlarını qəbul edib və yeni mənzillərində məskunlaşıblar. Bu mərhələdə Quzey Xırman kəndinə 18 ailə 82 nəfər, Güney Xırman kəndinə isə 21 ailə 103 nəfər köçürülüb. Onlar Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikillər və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Kəndlərdə sakinlərin məskunlaşması üçün bütün lazımi şərait yaradılıb, yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib. Ailələr qarşılandıqdan sonra anam əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə məlumat verilib. Sakinlərə naməlum əşya və cisimlərdən uzaq durmaq, belə hallarla qarşılaşdıqda aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub. Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Doğma yurdlarına qayıdan sakinlər yaradılan şəraitə görə dövlət rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsinə ehtiramla anıb, qazilərimizə can sağlığı arzulayıblar. Sakinlər vurğulayıblar ki, azad edilmiş ərazilərdə qurulan yeni həyat şəhid və qazilərimizin fədakarlığı ilə qazanılan zəfərin bəhrəsidir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə daxil olmuş zənglər əsnasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 685 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma, 6 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin olunub. Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u az yaşlı olmaqla 46 nəfər xilas edilib, yanğınlar zamanı 5 nəfər xəsarət alıb, 13 nəfərin meyiti təhvil verilib. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Yevlax rayonu ərazisində yol nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxlı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Aran regional mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Mercedes markalı yük avtomobilinin idarəetməni itirərək elektrik dirəyinə çırpılması nəticəsində yol qəza hadisəsi baş verib və avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxlı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxlı vəziyyətdə qalan sürücü 1961-ci il təvəllüdlü Tağıyev Aqil Müzəffər oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Macaristanda Polşaya məxsus sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 12 nəfər həyatını itirib, 10 nəfər isə ağır yaralanıb. Hadisə gecə saatlarında ölkənin şimal-şərqində, Nyíregyháza şəhəri yaxınlığında M3 avtomagistralında baş verib. Macarıstanın baş naziri Peter Magyar bildirib ki, avtobus yoldan çıxaraq xəndəyə aşıb. Qəza zamanı nəqliyyat vasitəsində 57 sərnişin və 2 sürücü olub. Xilasedicilər təxminən 24 ton ağırlığında olan avtobusu ərazidən çıxarmaq üçün kranlardan istifadə ediblər. Qəzanın baş vermə səbəbləri hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır. Hindistanın şimal-şərqindəki Bihar ştatında yerləşən məbədin yaxınlığında keçirilən dini mərasim zamanı yaranan izdihamda 7 nəfər həyatını itirib. 7 nəfərin öldüyü barədə məlumat daxil olub. İlkin ehtimallara əsasən elektrik xəttinin dirəyi aşıb. Nəticədə insanlar cərəyan vurmasına məruz qalıb və bu da izdihama yol açıb. Dəqiq səbəbi yalnız hadisənin bütün təfərrüatını hərtərəfli araşdırdıqdan sonra söyləyə biləcəyik, deyə yerli polisdən bildirilib. Həmçinin onlarla insanın xəsarət aldığı da vurğulanır. Yaralıların bəzilərinin vəziyyəti ağırdır. Yaponiyanın Tiba prefekturasında baş verən şiddətli leysan yağışları nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb. Qurbanların siyahısına evində dəm qazından zəhərlənərək vəfat edən gənc kişi də əlavə olunub. O, leysanlar səbəbindən elektrik enerjisinin kəsilməsinə görə həddindən artıq isti hava şəraitində kondisioneri söndürməmək üçün işlək generatorun yanında yatmağa məcbur olub. Eyni zamanda həlak olanların böyük bir hissəsi leysan zamanı su altında qalmış və bloklanmış avtomobillərdə boğulan şəxslərdir. Hazırda Böyük Tokyo zonasına daxil olan Tiba prefekturasının yollarında xarab olmuş və sahibləri tərəfindən tərk edilmiş 1200-dən çox avtomobil qalmaqdadır. Güclü leysan yağışları avqustun 13-də və 14-də yağaraq, bəzi yerlərdə 350 mm-də yağıntı düşməsinə səbəb olub ki, bu da aylıq normadan 3 dəfə çoxdur. 1100-dən çox ev su altında qalıb. Təbii fəlakətin tüğyan etdiyi vaxtda 7000-dən çox yerli sakin evlərini tərk edərək, idman zallarında və ictimai binalarda təcili təşkil olunmuş təxliyə məntəqələrində sığınacaq tapıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24 dərəcə isti, gündüz 28-32 dərəcə isti olacaq.